Salam dəyərli izləyicilər, dəyərli fəda sevərlər. Bugün biz Beyləqan rayonunun Dünyamallar kəndində Həsənov İlqar Nadiroğlunun ikinci anım günündəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Dünyamallar cəmaatı, fəxr edirəm. Allah dünyamallar cəmaatını canı sağ eləsin. Azərbaycan Vətən Müharibəsi və İctimai İctimai Birliyi sədri Füzuli Rıza adından bütün şəhid ailələrinə başsağlığı verirəm. Bu şəhidləri seçmək olmaz. Bu şəhidlərin hər biri də, hamısı bizim xalqın biridir. Mən fəxr eləyirəm bu kəndlə, bu növrə qoyublar. Burada olan bu işlərə baxırıq, bu rəhbərliyin. Burada gördüyü işlərlə fəxr edirik Dünyamalların. Yəni, əhali ilə birgədir. Ancaq burada bunu seçənlər olub, bunu təşkil edənlər olub. Allah öləni varsa rəhmət eləsin, yerdə qalanı varsa can sağlığı versin. Bununla belə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah rəhmət eləsin. Fəxr eləyirəm ki, belə oğul böyütmüşəm. Vətən uğrunda gedib. Cənab Prezidentimiz İlham Əliyev çox sağ olsun. Bizə çox böyük qayğı görkəzir. Allah kömək olsun. Mən ayrı nə deyə bilərəm, başınıza dönüm. Allah köməyiniz olsun. Allah köməyiniz olsun bana. Mən qardaşımla çox fəxr eləyirəm. Qardaşım həmişə vətənpərvər olub, həmişə vətənin darda qoyan oğul olmayıb İlqar. Nə qədər ürəyimiz yansa da qardaşımızla fəxr eləyirik. 5 bacının bir qardaşı idi İlqar. Yenə də belə məsləhət imiş. Şükür ki, yadigarları qaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.